Belki biraz yavaşlayak, çünkü çok bir süratle gidecek qabağa. Belki bu kadar süratle gitmeyek, çünkü bəziləri bu gıcıqlandırır. Belki de məntiq var burada da. Çox sürətlə gedirik mi? Qafqazda ən aşağı minimal əmək haqqı Azərbaycanda, ən aşağı pensiya Azərbaycanda, ən aşağı orta aylıq əmək haqqı Azərbaycanda, ən aşağı sosial müavinətlər Azərbaycanda, ən aşağı qan pulu Azərbaycanda, ən aşağı median maaş Azərbaycanda, ən yüksək işsizlik faizi Azərbaycanda, ən yüksək pensiya yaşı Azərbaycanda, ən yüksək cərimələr Azərbaycanda, ən aşağı təhsil göstəriciləri Azərbaycanda, ən aşağı müəllim maaşı Azərbaycanda, ən aşağı iqtisadi artım göstəriciləri Azərbaycanda, hətta ən aşağı avtobus sürücüsü maaşı da Azərbaycanda. Gıcıqlandırmamaq. Amma mən özümdə fikirləşirəm, görün, vəziyyət nəyə gətirib çıxarıb ki, Azərbaycan indi o kadar inkişaf edibdir ki, bizə deyirlər ki, siz biraz yavaşlayın, çünkü sizə çox sürətlə gedəndə başqa ölkələrdə buna qısqançlıqla yanaşırlar.